İran-İsrail müharibəsinin 4-cü həftəsində ABŞ və İsrail Buşəhr Atom Elektrik Stansiyasına zərbələr indirdi. Bakının tıxacsız yollarının 5 günlük ömrü qaldı. Daimi olması üçün 3 yollu dövlət proqramı işə salındı. Bugün və sabah paytaxtın bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq. Təfərrüatlar İTV Xəbərin canlı bağlantısında. İntensiv yağıntılar olacaq. Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi. Salam, hər vaxtınız xeyir olsun. İTV Xəbərin saat 12 buraxılışı ilə studiyada Nərmin Salmanovadır. Prezident İlham Əliyev Yunan həmkarı Konstantinos Tasoulosu təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir: Yunanistan Respublikasının milli bayramı münasibəti ilə sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. İnanıram ki, Azərbaycanla Yunanistan arasında münasibətlər xalqlarımızın mənafələrinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Bu bayram günündə sizə möhkəm can sağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Yunanistan xalqına əminamanlıq və rifah arzuluyuram. İTV Xəbərə baxırsınız. İran-İsraili qarşı durması 4-cü həftəsinə keçərkən hücumların coğrafiyası genişlənir və artıq nüvə enerji infrastrukturu da risk zonasında görünür. ABŞ və İsrail Buşəhr Atom Elektrik Stansiyasına ikinci dəfə zərbələr indirib. Hücumlar fonunda Tehranın cavab intensivliyinin azalması diqqət çəkir. Vaşinqtonun 15 maddəlik sülh planını vasitəçilər üzərindən Tehrana ötürməsi isə hərbi ritorika ilə paralel diplomatik xəttində aktivləşdiyini göstərir. Bununla belə İranın sanksiyaların ləğvi və kompensasiya tələbi prosesi uzadan əsas amil kimi qalır. Ötən axşamda İran üçün sakit keçməyib. Buşəhr Atom Elektrik Stansiyasına yeni zərbələr endirilib. Obyektə ziyan dəyməyib və işçilər arasında itki olmayıb. Bildirilib ki, bu 28 fevralda başlayan ABŞ və İsrailin İrana qarşı əməliyyatı çərçivəsində stansiyaya edilən ikinci hücumdur. İran da cavabsız qalmayaraq İsrailə çoxsaylı raket zərbəsi indirib. Nəticədə bir mülki vətəndaşın öldüyü bildirilir. İran əməliyyatın ilk günündə İsrailə yüzlərlə raket atmağı planlaşdırırdı. Lakin onlar ilk gün 100-dən az, ikinci gün isə ondan 2 dəfə az raket buraxa bildilər. Biz bu planları alt-üst etdik və buna davam edirik. Atılan raketlərin sayı sürətlə azalıb. Hazırda bu, gündə orta hesabla 10 raket təşkil edir. İran hər bir neçə gündən bir qüvvələrini cəmləşdirərək əsasən yaşayış məntəqələrinə doğru daha geniş miqyaslı raket zərbələri endirməyə çalışır. Bu arada Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump bildirib ki, ölkəsinin hərbi qüvvələri İranın ən böyük elektrik stansiyalarından birini məhv etməyə qadirdir. Lakin danışıqlar getdiyi üçün Vaşinqton bu fikirdən daşınıb. Hazırda biz danışıqlar aparırıq. Bu işlə məşğul olan bir neçə nəfərimiz var. Digər tərəf isə deyə bilərəm ki, razılaşma əldə etmək istəyir. Əslində kim istəməz ki? Onların yerində olsaydınız, özünüz görərdiniz. Donanmaları məhv edilib, hərbi hava qüvvələri sıradan çıxarılıb, rabitə əlaqələri kəsilib. Əsas problem də elə budur. Öz aralarında ünsiyyət qurmaqda ciddi çətinlik çəkirlər. Bütün zenit qurğuları məhv edilib, raketlərinin böyük hissəsi sıradan çıxarılıb. Elə bilirsiniz ki, biz ağır müharibə aparırıq, amma biz Tehran şəhərinin üzərində tam sərbəst hərəkət edirik. Dünyanın ən böyük elektrik stansiyalarından birini sıradan çıxarmaq şərəfinə nail ola bilərdik. Düzgün nöqtəyə vurulan tək bir zərbə həmin stansiyanı yerlə yeksan edərdi. Lakin biz danışıqlar apardığımız üçün bundan daşındıq. Xatəm Əl-Ənbiya Mərkəzi Qərargahının nümayəndəsi İbrahim Zülfiqarinin ABŞ prezidenti Donald Trumpa müraciəti diqqət çəkib. Sizin bəhs etdiyiniz strateji güc, strateji uğursuzluğa çevrilib. Əgər siz həqiqətən super güc olsaydınız, bu vəziyyətdən artıq çıxış yolu tapardınız. Uğursuzluğunuzu razılaşma adlandırmayın. Verdiyiniz vədlərin vaxtı artıq keçib. Bugün dünya iki tərəfə bölünüb, yaxşı və pis. Və heç bir azad insan sizin media kampanyanıza aldanmayacaq. Daxili ziddiyyətləriniz o qədər mi dərinləşib ki, artıq özünüzlə danışıqlar aparırsınız. Biz açıq şəkildə bildiririk ki, özümüz qərar verməyincə heç nə əvvəlki qaydaya qayıtmayacaq. Bu isə yalnız o zaman baş verəcək ki, İran xalqına qarşı hərəkət etmək ideyası sizin düşüncənizdən tamamilə silinsin. Ən əvvəldən mövqeyimiz aydın olub və dəyişməz qalır. Biz heç vaxt sizlə kompromisə getməyəcəyik.
Bu arada Birləşmiş Ştatlar artıq 4-cü həftəsinə daxil olan müharibəni dayandırmaq məqsədi ilə İrana 15 maddədən ibarət sülh planı göndərib. İran tərəfi bildirir ki, münaqişə yalnız reparasiya tələbləri və sanksiyaların ləğvi təmin olunduqdan sonra dayandırılacaq. Kütləvi informasiya vasitələrinin məlumatına görə Birləşmiş Ştatlar bu planı Pakistandan vasitəçi kimi istifadə edərək İrana çatdırıb. Plan İranın ballistik raket proqramı və nüvə silahı məsələlərini, eləcə də dəniz yollarını, xüsusilə Hörmüz boğazını əhatə edir. Yaxın Şərqdə müharibə təkcə cəbhə xəttində deyil, mülki insanların gündəlik həyatında da dərin iz buraxır. Təhlükə siqnalları və müharibə xəbərləri xüsusilə uşaqların həssas psixologiyasına təsirsiz ötüşmüş. Elə bu səbəbdən Dubayda bəzi mütəxəssislər fərqli üsullarla qorxunu və gərginliyi azaltmağa çalışır. Bəzənsə ən sadə vasitələr, bir rəsm, bir nəfəs məşqi uşaqları özlərini təhlükəsizlikdə hiss etməsi üçün kifayət edir. ABŞ və İsrailin İrana qarşı əməliyyatı fonunda Körfəz ölkələri də müharibənin nəticələrindən təsirlənir. Bu ölkələrdən biri də Birləşmiş Ərəb Əmirlikləridir. Ölkənin məşhur şəhəri Dubay mütəmadi olaraq raket və dron hücumları təhlükəsi ilə üz-üzə qalır. Bu vəziyyət isə bir çox uşaqlarda stres və narahatlıq yaradır. Dubayda art terapevt olaraq fəaliyyət göstərən Joy Najım məhz buna görə xüsusi seanslar təşkil edib. O, səs terapiyası və nəfəs məşqləri vasitəsilə uşaqların sakitləşməyinə və gərginliyin azalmasına kömək edir. Bu şəraitdə valideynlərin özləri də emosiyalarını idarə etməkdə çətinlik çəkirlər. Buna görə də uşaqlara hisslərini dinləməyi, sakitləşməyi öyrədərək ailələrə kömək etmək istərdim. Məqsədim həm uşaqlardakı gərginliyi azaltmaq, həm də bununla valideynlərin üzərindəki psixoloji yükü yüngülləşdirməkdir. Yəni bu hər iki tərəfə dəstək göstərmək üçün bir üsuldur. Onu da qeyd edeyim ki, seansları ilk dəfədir ki, evimdə keçirirəm. Açığı küçəyə çıxmaqdan çəkinirəm və hazırda demək olar ki, heç kim çölə çıxmır. Valideynlər də düşünürlər ki, belə seanslar övladlarını gərgin xəbərlərdən uzaq tutur və özlərini daha sakit hiss etmələrinə kömək göstərir. Rəsm çəkmək, nəfəs məşqləri və ümumiyyətlə burada edilən hərəkətlər qızımı rahatladır. O burada ətrafdan uzaqlaşa bilir. Hətta bəzən mən də bura gəlib rəsm çəkirəm. Bu mənə də yaxşı təsir göstərir. Qeyd edək ki, bu seanslar tamamilə pulsuz keçirilir. Hazırda bayramla əlaqədar sakinlərin paytaxtdan uzaqlaşması yollarda öyrəşmədiyimiz sakitliyə səbəb olub, amma hər birimiz bunun müvəqqəti olduğunu bilirik. Statistikaya görə adi günlərdə Bakıya daxil olan 100 minlərlə avtomobil şəhər infrastrukturuna ciddi yük yaradır. Problemin əsas səbəblərindən biri tranzit nəqliyyatın birbaşa şəhər küçələrinə yönəlməsidir. Problemin həlli üçün yeni yol layihəsi hazırlanıb. Bu layihənin təklif etdiyi həll hansıdır? Toğrul Quluzadənin süjetindən biləcəksiniz. Bayram günlərini yaşayırıq. Paytaxtın sıx olan ərazilərində, elə indi olduğum Nərmanov metrosu ərazisində də yolda boşluq müşahidə olunur. Təbii ki, bu müvəqqəti xarakter daşıyır. Bir neçə gündən sonra təsislər olsun ki, yenidən həmin o sıx mənzərəni yenidən müşahidə edəcəyik. Hər kəs öz avtomobildən çıxmasa, yəni burada boşluq ola bilər də, yəni. Amma yəni bunu da deyim ki, yəni avtobuslar yəni çatdırmazaq, yəni bu boyda adamlar götürmək falan, interval görə artıralar. İstənilən bir məntəqəyə gedəndə, yəni ötən günlərə baxanda dəqiqə olaraq belə fərq hiss edirsiniz. Dəqiqə yox, saatla da fərq edir laf. Konkret rəqəmlərə nəzər salsaq, adi iş günlərində paytaxtda təxminən müxtəlif istiqamətlərdə 300 minə yaxın avtomobil daxil olur. Onların da müəyyən bir hissəsi tranzit xarakter daşıyır. Məhz bu üçün aradan qaldırılması məqsədi ilə təsdiqlənən dövlət proqramı Bakı və Abşeron yarımadasında müəyyən yükün aradan qaldırılması üçün köklü həll yollarından biri kimi dəyərləndirilir. Məhz bu proqrama daxil olan yollar isə bu formada təsdiqlənir.
Məhz bu məqsədlə hazırda 3 yeni miqyaslı strateji yolun inşası nəzərdə tutulub. Birinci vacib layihə Bilgə-Novxanı-Xırdalan M4 magistralıdır. Bu nəhəng infrastruktur Abşeronun şimal-şərqini şəhər mərkəzinə daxil olmadan birbaşa şimal və qərb istiqamətləri ilə birləşdirəcək. İkinci mühüm layihə Sabunçu və Sultəpə qəsəbələri arasında birbaşa və sürətli əlaqə yaradacaq dairəvi avtomobil yoludur. Üçüncü istiqamət isə Bakı dairəvi bir yolu ilə Ziya Bünyadov prospektini birləşdirəcək bağlantıdır. Bu layihə sayəsində Xırdalan və Sumqayıtdan gələn nəqliyyat axını 20 yanvar dairəsinə girmədən birbaşa Koroğlu metrosu istiqamətinə hərəkət edə biləcək. Hal-hazırda əgər paytaxtın şərqindən qərbinə doğru hərəkət etmək üçün tranzit funksiyasını daşıyan avtomobil şəhərə daxil olursa və bu da mövcud yüklənmiş küçələrə biraz da yükləyirsə, yeni yollar vasitəsilə artıq alternativ yeni marşrutlar formalaşacaq ki, insanlar şəhərə daxil olmadan səfərlərini təşkil edə biləcəklər. Ekspert hesab edir ki, yeni infrastrukturla yanaşı layihələrdə müasir texnologiyaların tətbiqi də həlledici rol oynayır. Çünki hədəf mövcud imkanlardan maksimum səmərəli istifadə edərək nəqliyyatın ətraf mühitə və şəhər həyatına mənfi təsirini minimuma endirməkdir. Misal gətirə bilərik. 15 sentyabrdan dəmir yolu Xırdalan-Sumqayıt istiqamətində dayanıb. Səbəb də odur ki, Bakı dairəvi 3 yolunun, dəmir yolunun kəsişən hissəsində tunel tipli yol ötürücü tikilir. Və bu da avtomobil yollarına axını yönləndirib. Həm avtobuslar daha çox yüklənib, digər tərəfdən taksi və fərdi nəqliyyata axını çoxaldıb. Ekspertin fikrincə, tıxac probleminin həlli üçün şəhərin girişlərində park and ride, yəni saxla və davam et sistemlərinin qurulması da vacibdir. Bu, sürücülərin avtomobilini park edib səfərini ictimai nəqliyyatla davam etdirməsinə şərait yarada bilər. Ümumilikdə isə dövlət proqramında nəzərdə tutulan Bilgə M4 avtomobil yolunun 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Bu yolun ümumi uzunluğu təxminən 29 km təşkil edəcək və 6 zolaqlı olacaq. Toğrul Quluzadə, Ramil Əzizov, İTV Xəbər. Bugün və sabah paytaxtın bir sıra küçələrində təmir işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq. Eyni zamanda bir sıra marşrutların hərəkətində də dəyişikliklər ediləcək. Bununla bağlı daha ətraflı məlumatları Nəzirindən alacağıq. Hər vaxtınız xeyir olsun Nəzirin, buyurun, eşidirik sizi. Salam, hər vaxtınız xeyir olsun. Sizi və bizi izləyən bütün tamaşaçılarımızı salamlayırıq. Biz hazırda Elmlər Akademiyası metrosunun yaxınlığındayıq. Daha dəqiq desək, paytaxtın Hüseyn Cavid prospektindəyik. Fonda da gördüyünüz kimi yolda təmir işləri gedir. Qeyd edelim ki, bu ərazi ilə yanaşı daha paytaxtın bir neçə istiqamətlərində təmir işləri gedir və bu təmir işləri ilə əlaqədar yollarda avtomobillərin hərəkətini müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Yəni bugündən başlayaraq sabata daxil olmaqla martın 25-i və 26-sında Abbasqulağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinə də, eləcə də Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinə də olan hissələrində aparılacaq. Təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətində müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Biz biraz əvvəl ərazinin yaxınlığındaydıq. Sadəcə ərazidə toz müşahidə olunduğu üçün bir qədər ərazidən uzaqlaşmalı olduq. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə bu məhdudiyyətlərə uyğun olaraq Abbasqulağa Bakıxanov küçəsindən keçən 3, 17 və 33 nömrəli marşrutların hərəkəti alternativ olaraq Hənifə Ələsgərov, Cəlil Məmmədquluzadə, Nəsib bəy Yusifbəyli, Mərdanov qardaşları, Mirəsədullah Mirqasımov və Ənvər Qasımzadə küçələri ilə təşkil ediləcək. Nəzərinizə çatdırım ki, daha 10 avtobusun hərəkət istiqaməti dəyişdiriləcək. Belə ki, Hüseyn Cavid prospektindən keçən 3, 6, 10, 17, 39, 53, 96 və 206 nömrəli marşrutların hərəkəti isə Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Mətbuat prospekti, Mikail Müşfiq və Bəxtiyar Vahabzadə küçələri ilə təşkil olunacaq. Odur ki, sürücülərə alternativ yollardan istifadə eləmələri tövsiyə olunur. Hələlik isə mənim buradan çatdıracağım məlumatlar elə bundan ibarət idi. Ətraflı məlumat üçün Nəzrin sizə təşəkkür edirik. Davam edirik.
Son illər Azərbaycan-Çin ticarətində müşahidə olunan sürətli artım artıq təsadüfi dinamika deyil, strateji yaxınlaşmanın göstəricisi kimi qiymətləndirilir. Çinin Azərbaycanın idxalında 20% paya sahib olması və qısa müddətdə 3-cü ən böyük ticarət tərəfdaşına çevrilməsi iqtisadi balansda yeni reallıq formalaşdırır. Paralel olaraq Çin şirkətlərinin enerji, sənaye və logistika layihələrinə daxil olması bu əməkdaşlığın təkcə ticarət deyil, investisiya müstəvisinə də keçirir. Bu isə Azərbaycanın həm orta dəhlizdə mövqeyini gücləndirir, həm də iqtisadi asıllıq və diversifikasiya məsələsini aktuallaşdırır. Azərbaycan və Çin arasında münasibətlərin səviyyəsi özünü iqtisadi və ticarət əməkdaşlığının dinamik inkişafı ilə nümayiş etdirir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 4,87 milyard ABŞ dollarına çatıb ki, bu da əvvəlki illə müqayisədə 30,2% artım deməkdir. Beləliklə, bu göstərici artıq 3-cü ildir ki, rekord səviyyəyə yüksəlir. Bu ilin yanvar ayında isə Çin və Azərbaycan arasında ticarət dövriyyəsi 420 milyon ABŞ dollarına çataraq, ilk dəfə olaraq bu ölkəni Azərbaycanın 3-cü ən böyük ticarət tərəfdaşına çevirib. Eyni zamanda Çin Azərbaycanın idxal sahəsində də ən böyük tərəfdaşıdır. Belə ki, idxal məhsullarının 20%-i Çinin payına düşür. Nəzərə alsaq ki, Azərbaycan Çindən yalnız gündəlik istehlak olunan məhsulları deyil, eyni zamanda artıq innovativ sənaye məhsullarını, eləcə də avtomobilləri idxal edir və son 2025-ci ilin yekunları göstərir ki, Çindən idxal edilən texnologiya və avtomobillərin sayında kəskin artımlar var. Bu da təbii ki, ticarət dövriyyəmizə birbaşa təsir göstərir. Xüsusən də Çindən idxal edilən avtomobillərin, eləcə də həm hibrid, həm elektrik avtomobillərin sayının artması idxalda birbaşa özünü göstərir. Çin şirkətləri Azərbaycanda bərpa olunan enerji istehsalı, avtomobil sənayesi, informasiya və kommunikasiya texnologiyaları, eləcə də tikinti materiallarının istehsalı kimi sahələrdə fəal layihələr həyata keçirir. Sir deyil ki, Azərbaycanda ən böyük külək enerjisi, Xızı Abşeron layihəsi də Çin şirkəti tərəfindən inşa edilib. Ekspertlər bildirir ki, xüsusilə də İrandakı mövcud vəziyyət fonunda Çin şirkətləri Azərbaycanda investisiya yatırımına böyük diqqət yetirirlər. Əsasən neft və qaz sahəsində. Azərbaycanın dinamik və inkişaf edən iqtisadiyyatından çıxış edərək, Çin şirkətləri burada məhsul satmaq və ya istehsal qurmaq imkanlarını genişləndirməkdə də maraqlıdır. Xüsusilə elektrik avtomobilləri kimi yeni sahələr diqqət mərkəzindədir. Ümumiyyətlə, Azərbaycan hansı məhsulları almaq və ya istehsal etmək istəyirsə, bu istiqamətlər Çin üçün maraqlıdır. Azərbaycan bildiyiniz kimi bir kəmər, bir yol təşəbbüsünün orta dəhlizində mərkəzi və strateji mövqedə yerləşir. Bu isə onu Avropa və Yaxın Şərq kimi regionlara çıxış üçün xüsusilə əlverişli edir. Çin şirkətləri burada həm birgə müəssisələr, həm də müstəqil istehsal quraraq məhsulları Avropaya ixrac edə bilərlər. Amerika Birləşmiş Ştatları bazarı üçün isə hazırki şəraitdə daha aşağı tariflərdən çıxış imkanı da mövcuddur. Baxmayaraq ki, gələcəkdə ABŞ siyasətinin necə dəyişəcəyi bəlli deyil. Nəticə etibarilə Çin Azərbaycanın tərəfdaşı kimi çıxış etməyə çalışır və onu qlobal ticarət sistemində mühüm iştirakçı kimi görür. Məqsəd Azərbaycanın potensialından istifadə etməklə qarşılıqlı faydalı əməkdaşlıq və davamlı inkişafı təmin etməkdir. Təbii ki, burada Azərbaycan üçün də maraqlı ola biləcək sahələr mövcuddur. Rəqsanə Qasımzadə, İTV Xəbər. Və sonda Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraitinə bağlı əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. İntensiv yağışlarla əlaqədar sel və daşqın keçən təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə isə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. İldırım olduqda elektrik cihazlarını şəbəkədən ayırmaq, telefondan danışmamaq, açıq havada elektrik xətti, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında dayanmamaq, nisbətən çökək yer seçmək, avtomobildə isə hərəkəti dayandıraraq şüşələri qaldırmaq lazımdır. Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə yaxın günlər ərzində havanın yağıntılı keçəcəyi ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarından qısa müddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. Belə, hörmətli tamaşaçılar, bu saatda sizə çatdırmaq istədiyimiz xəbərlər bu qədər. İTV Xəbərin saat 16:00-da efirə gedəcəyi buraxılışında yenidən görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.